Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Bu günləri tarixlər fevral ayının 21-ni göstərir və günəşli hava şəraitini sevənlərə və bir qədər nisbətən isti hava şəraiti sevənlərə son gün yaşanır və sabahdan etibarən respublika ərazisinə uzun müddətli buludlu, soyuq hava şəraitinin daxil olması gözlənilir. Belə ki, ayın bugün küləkli hava şəraiti olacaq, onu xüsusilə qeyd edirik. Axşam gecə saatlarından etibarən artıq külək istiqaməti şimala doğru dəyişəcək və şiddətli şimal külək olacaq. Sabah gün ərzində şiddətli şimal külək olacaq. Temperatur ötən günlərə nisbətən 5-7 dərəcə aşağı enəcək və digər günlərdə bol buludlu və günəşsiz əsasən hava şəraiti olması, soyuq hava şəraiti olması gözlənilir. Müəyyən günlərdə isə yağıntıların da ehtimalı var. Ayın 26-sına qədər soyuq hava şəraiti olacaq. 26-dan sonra isə daha sərt hava şəraitinin olması, respublika ərazisi ay sonları və ya mart ayının əvvəllərində yağıntıların sulu qar və qar şəklində olması, bəzi yerlərdə güclü qarların yağması, örtü yaratması ehtimal olunur və mart ayının çox gözəl sürprizləri var. Hələ ki qış bitməmişdir, hələ ki qış başlamayıb. Əgər müəyyən proseslər özünü doğrultsa, çox gözəl qarlar yaşaya bilərik, çox gözəl sərt hava şəraiti yaşaya bilərik. Bunu da xüsusilə qeyd edirəm. Qış bir qədər gecikib. Bu arada oruç tutan hər bir kəsin olacağı Allah orucunu qəbul etsin və Uca Allah güc və qüvvət versin və arxa fonda gördüyünüz kimi biz ətri işlə də məşğul, çörəyimiz, qazancımız bu işlə məşğuldur və bizim 100 mindən çox dəyərli üzvlərimiz, siz də xeyrinizi bizə versəniz, bizə etibar eləsəniz, bizə xoş olar. Ümid edirəm ki, mesaj bölümünə yazıb və istənilən biletlərin əraziyə çatdırılması da var. Bizlərə sifariş verərsiniz. Sizləri çox sevirəm. Yaxşı ki varsınız.